Ölən şəxsin aliment borcunu kim ödəməlidir? Nənə-baba bu borcu ödəyə bilərmi? Aliment əsasən valideynlərin adətən uşaqlara və ya həyat yoldaşına maddi dəstək vermək öhdəliyini ifadə edir. Aliment ödənişinin həyata keçirilməməsi hüquqi nəticələrə səbəb ola bilər. Bəs aliment ödəyən şəxs vəfat etdikdə bu hal necə tənzimlənir? Ailə Məcəlləsində aliment öhdəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Həmin əsaslardan biri də aliment alan şəxs və ya aliment ödəyən şəxsin vəfat etməsidir. Belə ki, aliment ödəyən şəxs vəfat etdikdə onun aliment öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən şəxsi xarakter daşıyan öhdəliklər miras əmlakının tərkibinə daxil deyil və ölənin vərəsələrindən tələb edilə bilməz. Aliment öhdəlikləri şəxsi xarakter daşıyan öhdəlik olduğundan aliment ödəyənin ölümü ilə öhdəliyə xitam verilir. Həmçinin həm aliment borcu, həm də aliment öhdəliyi bir dəfəlik silinir.